Əslində çox maraqlı bir videodur. Yəni indi arxa planda da gördüyünüz kimi, yəni süd verən qadın südünü çəkir, malakasosuna, yəni süd çəkərlər və orada süddən çox çəhrayı rəngində, çiyələk rəngində, qırmızı rəngində qatqılar görür. Və bu cür bənzəri suallara biz aşağı-yuxarı cavab vermişik. İlk süd verən qadınlarda təlaşlar. Süd verərkən illa süd ağ rəngdəmi olmalıdır? Onun içində qırmızı qanlı bir şey görsək, yəni rəng görsək, qatı görsək, həmin anda südü dayandırmalıyıqmı? Xeyr əziz xanımlar, bəzən ilk dəfə süd verən qadınlarda kapillarların özündə də sızmalar olduğuna görə videoda gördüyünüz kimi çiyələk rəngində, qırmızı rəngində qatqılar ola bilər. Hətta qan da görə bilərsiniz. Burada bir problem nədir? Uşaq o südü içəndə hıçqırıqlar başlayacaq, ana təlaş eləyəcəkdir. Çünki uşaq o qanı özündən qovmağa başlayacaq və qusacaq. Bundan qorxmayın, çünki ilk bir həftə ərzində qadın süd verərkən aşağı-yuxarı bu hallarla rastlaşa bilər. Amma mütəmadi bu hal davam edirsə ki, qadın süd verir və onun südündə ya da qırmızı qan var və ya da çiyələk rəngində bir qatqı var, bir qatılıq var, sana da kəsməyə bənzər. Mütləq şəkildə həkim mütəxəssisə müraciət eləsinlər. Çünki bəzən xanımların süd vəzinin axarlarında axar daxili papillomalar ola bilər, akar ektaziyaları ola bilər ki, belə bir fonda olanda bunlar mütləq şəkildə mütəxəssis tərəfindən həm dəyərləndirilməlidir, həm də doğru olan müalicə və ya əməliyyata göndərilməlidir. Odur ki, əziz xanımlar, əsas da ilk dəfə ana olan xanımlar həyəcanlanmayın. İlk dəfə ana olanda sizin həyəcanınızı biz böyüklər, biz həkimlər çox gözəl başa düşürük, amma bir həftə özünüzə vaxt verin, körpənizin də hıçqırmasından, qusmasından qorxmayın. Zamanla bir həftə ərzində sizin bildiyiniz süd rənginə qayıdacaqdır. Yox, əgər qayıtmasa, düzəlməsə süd rənginiz, o zaman biz mütəxəssislər sizin xidmətinizdəyik.